Peyğəmbərin vəfatı yaxın və bu müsibətə görə ürəyimiz yara olduğu halda, hələ bu yara sağalmamış və hələ Peyğəmbərin cənazəsi dəfn olunmamış, siz tələsərək layiq olmadığınız yerləri tutdunuz. Elə zənn etdiniz ki, güya bu tələskənlik fitnənin qarşısını almaqdan ötürüdür. Bilin ki, onlar özləri fitnəyə düşdülər. Şübhəsiz ki, cəhənnəm kafirləri bürüyəcəkdir. Belə hərəkətlər sizdən uzaqdır. Bu cinayət dolu əməlləri necə edirsiniz? Haqdan necə üz çevirirsiniz? Bir halda ki, Quran sizin aranızdadır. Onun özü zahir, hökmləri aşkar, əlamətləri göz qamaşdıran, əmr və qadağalara aydındır. Siz o kitabı tərk etdiniz. Bu əməlinizlə Allahın kəlamına etiraz edirsiniz, yoxsa Tanrı hökmünün əksinə mi fətva verirsiniz? Zülmkarlar üçün bu necə də pis bir mübadilədir.